İngiltərə haqqında danışanda ağlınıza nə gəlir? Kraliça, südlü çay, yağışlı hava. Bəs heç düşünmüsünüzmü bu cazibədar ölkənin arxa planında əsl həyat necədir? Bu gün sizə İngiltərənin görünməyən tərəflərindən danışacağam. Bir tərəfdə rahat və rifahlı həyat, digər tərəfdə gizli mədəni şoklar və adaptasiya mübarizəsi. İngiltərədə milyonlar qazanmaq mümkündürmü? Bir düşün, İngiltərədə yaşamağa və ya sadəcə gedib görməyə ya da təhsil almağa dəyərmi? Hazırsınızsa başlayaq. İngiltərə, Britaniya adasında yerləşən və adı ilə tez-tez gündəmə gələn bir ölkədir. Eyni zamanda Uels, Şotlandiya və Şimali İrlandiya ilə birlikdə Birləşmiş Krallığın bir hissəsini təşkil edir və çox insanın görmək və yaşamaq istədiyi yerdir. Keyfiyyətli və pulsuz təhsil, təxminən 6 il ərzində Britaniya vətəndaşlığı almaq imkanı və iqtisadi üstünlüklərin gətirdiyi imkanlara görə İngiltərədə yaşamaq ölkəmizin insanları üçün də kifayət qədər cəlbedici görünür. Həm mövcud iqtisadi şərtləri ilə, həm də orta əsrləri xatırladan tarixi abidələri ilə həqiqətən heyranlıq doğuran bir sivilizasiyadır. Deyək ki, İngiltərədə yaşamaq üçün lazım olan bütün şərtləri yerinə yetirdiniz. Hansı ki, bu şərtlərdən videonun sonunda bəhs edəcəm. Orada sizi necə bir həyatın gözlədiyinə gəlin qısa nəzər salaq. Bugün iqtisadi və təhsil baxımından geri qalmış bir çox ölkədə həyat şəraitinin çətin olması səbəbilə insanlar getdikcə daha bədbəxt və aqressiv bir hala düşüb. Hər kəs bir-birinə qarşı hörmətsiz davranır və dözümsüzlük ən yüksək səviyyədədir. İngiltərədə isə vəziyyət tam əksinədir. Burada insanlar sanki xoşbəxtliyi içinə çəkmiş kimidirlər. Axı niyə olmasınlar ki? Pulları qızıl dəyərindədir və alıcılıq gücü olduqca yüksəkdir. Ona görə də yolda qarşılaşdığınız hər kəs sizə salam verir, gülümsüyür, hətta hal-əhval da soruşur. Sürücülər siz piyada olaraq yolu keçmək istədiyinizi uzaqdan görsələr belə, bizdəki bəzi sürücülər kimi sürətlənmir, əksinə sürətini azaldır və yol verir. Yəni insanlar bir-birinə dəyər verir və hörmətlə yanaşır. Məsələn, dar bir yolda iki avtomobil qarşı-qarşıya gələndə pəncərəni açıb öncə mən keçəcəm demir. Əksinə, zəhmət olmasa siz keçin deyir. Mədəniyyət bulaşıcıdır. Ora kənardan gəlmiş olsanız belə bir müddət sonra bu davranış tərzi sizin üçün də adi bir hala çevrilir və kobud davranmaq əvəzinə insan kimi davranmağa üstünlük verirsiniz. Digər tərəfdən, Azərbaycanda yaşayan insanların xaricə köç etməsinin bəlkə də ən əsas səbəbi yaxşı bir təhsil alaraq gələcəklərini təmin etmək istəkləridir. Azərbaycanda əlbəttə ki, yaxşı təhsil almaq mümkündür, amma yüksək keyfiyyətli təhsil əsasən özəl məktəblərdə verilir və əhalinin böyük əksəriyyəti bu məktəblərin yanından belə keçə bilmir. İngiltərədə isə universitetə qədər təhsil tamamilə pulsuzdur və dövlətə məxsus məktəblər bizdəki özəl məktəblərlə oxşar imkanlara malikdir. Bu məktəblərdə yetişən uşaqlar dünyanın ən yaxşı universitetlərindən olan Oxford, Cambridge, Manchester kimi yerlərdə oxuyur və həyata 10-0 öndə başlayır. Digər tərəfdən İngiltərədə işçinin haqqını qoruyan bir iş sistemi var və bu məntiqli iş saatları ilə balanslaşdırılıb. Məsələn, əksər iş yerlərində həftədə orta hesabla 37 saat işlənilir. Bu isə o deməkdir ki, həftədə 5 gün işləyirsiniz. Səhər saat 9-da işə başlayıb 16:30-da işdən çıxırsınız. İngiltərədə artıq iş saatlarında işləməyiniz üçün sizə təzyiq edən və ya işləmədiyiniz halda sizə cəza verə bilən rəhbərlərə çox rast gələ bilmərsiniz. Hər kəs lazım olduğu qədər işləyir və iş saatı bitdikdən sonra evinə, idmana, bara, istədiyi yerə gedə bilir. Söhbət idmandan düşmüşkən, İngiltərədə idman çox önəmlidir. Bizim kimi səhər gəzintiləri idman sayılmır. İnsanlar demək olar ki, axın-axın qaçış klublarına, üzgüçülük kimi idman mərkəzlərinə üst tuturlar. Orada həftədə 3 qapalı hovuzda üzmək üçün nə varlı, nə də imtiyazlı olmağa ehtiyac yoxdur. İdman haqqı gəlirinizə nisbətən çox cüzi məbləğ təşkil eləyir. İngiltərənin bir başqa üstünlüyü də var. İnsanlar demək olar ki, eyni düşüncə tərzinə malikdirlər və buna görə də mədəniyyət toqquşmaları o qədər də baş vermir. Bəs bu ölkədə həyat bahadırmı?
İngiltərədə xərclədiyiniz pulu Azərbaycan manatına çevirdikdə, əlbəttə ki, İngiltərə bahalı bir ölkə kimi görünür. Amma bu o qədər də sağlam bir baxış bucağı deyil. Çünki orada elə funt sterlinqlə qazanıb, funtla da ödəyirsiniz. Londonda ev kirayələri çox yüksəkdir, amma mərkəzdən uzaqlaşdıqca kirayə qiymətləri azalır. Market alış-verişlərində insanlar 3-5 qəpiyin hesabını çox da aparmırlar və standart bir maaş alan hər kəs istədiyi məhsulu rahatlıqla ala bilir. Əlbəttə, İngiltərədəki həyat tamamilə gül kimi deyil. Burada yaşadıqca ölkəmizin nə qədər gözəl iqlimə sahib olduğunu bir daha anlayacaqsınız. Çünki İngiltərənin yay-qış davam edən tutqun havasına alışmaq asan deyil, hətta bəzi vaxtlar insanın ruhunu belə sıxır. Tək xaricdən gələnlər yox, ingilislər belə öz iqlimləri ilə barışıq deyillər. Buna görə də soyuq aylarda isti ölkələrə səyahət etmək kimi bir vərdişləri var. Belə bir məsələ var. İngilislər çox nəzakətlidirlər, amma bu əslində öyrədilmiş bir nəzakətdir. Yəni çox hiss edilməsələr içlərində özlərini və digər ölkə vətəndaşlarından üstün görürlər və bu vəziyyət bəzən üzünüzə çırpıla bilər. Sizi gəldiyiniz ölkənin coğrafi mövqeyinə görə qiymətləndirirlər. Bəli, irqçilik etmək qadağandır, amma məsələn, Orta Şərqdən və ya Afrikadan gəlmisinizsə, sizi bir qədər aşağı təbəqədən olan biri kimi görürlər. Məncə deməyə ehtiyac yoxdur. Amma İngiltərədə ingilislərlə birlikdə yaşayacaqsınızsa, çox yaxşı ingilis dili bilməyiniz şərtdir. Əgər kifayət qədər axıcı danışa bilmirsinizsə, iş tapmaqda böyük problemlərlə qarşılaşa bilərsiniz. Çünki siz ingilis dilinin vətəninə gedirsiniz və orada "Are you cola, are you disco, what are you" tipli bir ingiliscə ilə heç bir şirkətə qəbul edilə bilməzsiniz. Bundan əlavə, səhiyyə sistemi də olduqca mürəkkəb və yorucudur. Özünüzü həqiqətən pis hiss edirsinizsə, bir mütəxəssis həkimdən görüş ala bilmək üçün ailə həkiminizi ciddi şəkildə inandırmağınız lazım gəlir. Onu inandırsanız belə, mütəxəssis həkimdən aldığınız görüş vaxtı gələnə qədər artıq iş işdən keçmiş olur və öz imkanlarınızla xəstəliyinizdən qurtulmağa çalışırsınız. İngiltərəyə necə gedə bilərik sualına keçməzdən əvvəl bu ölkənin qəribə adətlərinə də nəzər salaq. Sizin üçün 5 maraqlı fakt tapmışam. Deməli, İngiltərədə çay saatı deyə bir ritual var. Saat 4-də içilən afternoon tea adi bir çay deyil, sanki bir mərasimdir. Bu saatda çay içmək, yanında kiçik bir sendviçlə şirniyyatlar yemək bir adət halına alıb. İngiltərədə qəribə bir adət daha var. Hər yeni parlament iclasında Black Rod adlı bir məmur kraliçanın və ya kralın adından Lordlar Palatasının qapısını döyür və iclasın başlamasını xəbər verir. Daha da maraqlısı, Lordlar Palatasının qapısı bu adam gələndə qəsdən onun üzünə bağlanır. Bu isə parlamentin müstəqilliyini simvolizə edir. Yəni özləri üçün səhnəcik kimi bir şey düzəldiblər. İngiltərədə o məşhur qırmızı telefon kabinalarını bilirsiniz yəqin ki. İndi çoxları işlək deyil, amma insanlar onları tərk etmir. Bəzi yerlərdə bu kabinalar kitab mübadiləsi üçün mini kitabxanaya çevrilib. Bəzilərində isə təcili tibbi yardım üçün defibrillator yerləşdirilib. Yəni kabinalar ölməyib, yeni həyat qazanıb. Elə bizdə də normal olaraq görə bilərsiniz. İngilislərin sırayla durmaq sevgisi dillər əzbəridir. Onlar üçün növbə saxlamaq sanki müqəddəs bir borcdur. Əgər bir yerdə növbədə dayanırsınızsa və irəli keçməyə çalışsan, səni şirin bir təbəssümlə, amma çox ciddiyyətlə qaytararlar. Hətta bunu Queen Jumping deyilir və çox pis baxılır. İngiltərədə bir adət də var. Kral və ya kraliça ölən günlərdə pəncərələrə qara lent bağlanır və xalqın çoxu qara geyinir. Bu sükut və hörmət simvoludur. Yəni İngiltərə həm çox rəsmi, həm də qəribə adətləri olan bir ölkədir. Bəlkə də ona görə bu qədər maraqlıdır. Bəs bu diyara necə gedə bilərəm deyə soruşsaz, İngiltərəyə getmək üçün ən asan yol viza almaqdır. Azərbaycandan birbaşa təyyarə reysləri ilə Londona uçmaq mümkündür, amma əsas məsələ vizadır. İngiltərəyə iş, turizm, təhsil və ya qısa müddətli səfər üçün viza almaq mütləqdir. İngiltərədə işləmək istəyənlər əsasən iş vizası almalıdır. Vizasız işləmək mümkün deyil. Vizanın qiymətləri müraciət etdiyin kateqoriyaya görə dəyişir. Məsələn, qısa müddətli ziyarət vizası üçün təxminən 120-150 funt sterling arası ödəyirsiniz. İş vizasının qiymətləri isə təxminən 600.000 funt arası dəyişir. Azərbaycanın paytaxtından Londona birbaşa uçuş qiymətləri isə təxminən 300-700 avro arasındadır. Mövsümə, hava yollarına və biletin alınma vaxtına görə bu rəqəm dəyişə bilər. Əgər əvvəlcədən bilet alsan, qiymət bir qədər sərfəli olar. Yəni İngiltərəyə getmək üçün vizasız yol yoxdur. İş üçün getmək istəyirsənsə, iş təklifi vacibdir. Viza almaq üçünsə pul və səbəb əsas şərtlərdəndir.
Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.